Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfusunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyə bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu seçəndə, peşəsini seçəndə, hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalı. Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox iri miqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastrukturu layihələri icra edirik. Eyni zamanda biz heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə, biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bütün dövlət qurumlarında çalışan insanların bu əsas borcudur və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək olar, ən böyük zirvələrə qalxmaq olar. Hörmətli cənab prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri, mən sizi əmin edirəm ki, mən öz gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağım. Ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağım. Azərbaycana layiqlə xidmət eləməyə çalışacağım. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm.